Rus rəssamı Fritz Sergeyeviç Juravyovun iki tablosuna nəzər salsaq, zəngin qocanın gənc bir xanımı necə bədbəxt etməsini görə bilərik. Nigahdan öncə tablosunda qız ata evindədir və ağlayır. Gəlinin atası da bu izdivacdan əzab çəkir. Lakin imkansızlıq atanı gəlin və bəy arasında olan çox böyük yaş fərqinə göz yummağa məcbur edir. Qapıdakı qadın yəqin qızın anasıdır. O da heç mutlu görünmür. İkinci tablo nigahdan sonradır. Artıq lazım olan bütün mərasimlər keçirilib. Gənc qadın demək olar ki, şokdadır. O anlayır ki, həyatının ən gözəl zamanlarını bax bu şəxslə keçirəcək. Bu nigahda gəlinin atası əzab çəkir. Anası mutlu deyil. Qız isə ağlamaqdan yorulub. Mutlu olan yalnız bu zəngin qocadır.